Salam əziz izləyicilər, Bir Ömrün 200 verişində xoş gördük sizləri. Çəkiliş qrupumuzla Ağstafa rayondayıq. Biz bugün sizlərə döyüşə gedən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmağa gəlmişik. Hal-hazırda biz Ağstafa rayonunun Yuxarı Göycəli kəndindəyik. Şəhid Mehdizadə Qurban Aydınoğlu'nun atasının, anasının yanındayıq və ziyarət eləməyə gəlmişik. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Mehdi Aydın Qurbanoğlu, Şəhid Mehdizadə Qurbanın atasıyam. Yuxarı Göycəli kəndində yaşayıram. Şəhidimiz haqqında zəhmət olmasa bizə ümumi məlumat verin. Hansı istiqamətlərdə döyüşdə oldu, uşaqlığı necə keçirdi, bizə ümumi məlumat verərdiniz. Qurban Mehdizadə uşaqlığı yaxşı keçirdi. Evin tək oğul evladı olduğu üçün yaxşı baxılıb, yaxşı böyüyüb, nizamlı, intizamlı, oxuyan, çalışqan, səliqəli, böyük kiçik yerli bilən evlad olubdur. Bu məktəbi bitirdikdə ali məktəbə imtahan vermiş, yüksək bal toplayaraq Azərbaycan Dövlət Universitetinin mühasibat xüsusi fakültəsinə qəbul olmuş. Ancaq məktəb ödənişli olduğuna görə, ödəniş çox olduğuna görə məktəbdən atqaz elədi və həmin ilin payızı əsgərliyə getdi. Əsgərliyini Qurban Mehdizadə daxili qoşunlarda çağırış kütüvəsilə əsgərliyi çəkdi. Bakıda Montündə qutaranda Hacı Qabuldan ezam oldu. Qurban Mehdizadə bir ildən də az müddətdə evdə yaşadı, əsgərlikdə görənləşdi. Bu yenidən hərbi xidmətə qayıtdı. Bu dəfə Qurban hərbi xidmətə Şəmkirdə kurs keçdi, 6 ay kurs. Mehdizadə Qurbanın çıxarmış olduğuna görə, dəqiq atıcı olduğuna görə bunu birinci postda 3500 metr yüksəklikdə Murovdağ istiqamətində xidmət edir. Qurban Mehdizadə dəfələrlə saatlarla, fəxri fərmanlarla komandirlər tərəfindən təqdim olunur. Qurban Mehdizadə işlədiyi müddət ərzində 5 aydan bir evə gələrdi. 5 ay dağda olardı. Bunun içində 1 ay rayonda gəlib istirahət edirdi. 2 il belə keçdi, tək evlad idi. Əvvəla qocalmışıq və Türk gəl evimə, içinə. Yox dedi, hələ mənim müqaviləm var. Müqavilə bitməlidir, birləşimizin torpaqlar əsarət altındadır. Oradan baxanda dedi, biz görürük, Göyçə görünür, Kəlbəcəri görürük, Kəlbəcərin zodu görürük, oradan kamazların girib çıxdığını görürük, bunu oxuyla müşahidə edirik. Vətən torpaq dedi, hələ ki əsarətdədir, mən gəlmək fikrim yox. Belə də günlər gəlib keçirdi, arxa-arxaya. Sentyabrın 25-i idi, zəng elədi ki, babana yox, nə çəksiniz, yaxşısınız. Dedim, yaxşı yıxıldı, sən nə çəksiniz? Dedim, mən əvvəlki kimi partallar Murovdağının döşündəyik. Belə bizim axırıncı zəngimiz 25 oldu. Hər bir övlada şərəf, şöhrət ilə şan atadır. Başa tac, qəlbə fərəh, təxt-i Süleyman atadır. Danışdı, ətraflı, danışdı, güldü. Yaxın vaxtı dedi, düşəcəm dağda. Belə də oldu, 26-sı, 27-ci günü xəbər verildi ki, bizim ordu əks hücuma keçirdi. Əks hücuma keçəndə birinci həmlə bölüyündə Qurban Mehdizadə birinci postu olduğuna görə birinci bunlar keçdi hücuma. Qurban yüksəklikdə olarkən əsgərləri aşağı çasda göndərmiş, 3 ayın əsgərini, postulanları. Qoy aşağıdan qalsınlar. 28 nəfərlə Qurban Kəlbəcərə gedib. 28 nəfər öz heyətimlə Kəlbəcərə qaça-qaça gediblər postlara. 1, 2, 3-cü postda döyüş lap dəhşətə olubdu.
onlara kömək gəlib aşağıdan qalxan olmur. 3-cü postda Qurban və 28 nəfərin hər biri şəhid oldu. Allah rəhmət eləsin. Ha. Cəmi şəhid olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid olandan sonra da dövlətimiz Qurbana igidliyə görə, kərarların azad olunmasına görə Vətən uğrunda ordeni və nəhayət vətənə xidmətə görə orden verir. 3 medalı bir ordeni var. Bu gənc 22 yaşında şəhid oldu. Vətən, torpaq sevgisi bunda o qədər idi ki, mən elə bir insan görməmişəm ki, bu qədər vətənə bağlı. Meğer darda düşmüşəm ki, zalim sənin qəmindən. Gəlsə təbibdə tapmaz bir çarə, neyləyim mən, neyləyim mən. Bülbül tək ağlarım mən. Kaç gelebilirdim. Bütün niyetlerimizi arzularımızı ne kadar arzularımızı verirse Allah'a yollarımız. Kaç onların hayata geçirebiliriz. Aman kuşum valla. Çok dargınsam senden ayrı yollarımız. Çok. Her yerde gözüm çanaklardır. Sesini içmek istedim. Telefon zengini içmek istedim. Bu hasretim ağzına alıp dahi kurbanız. Aman ölsün, kaç gelebilirdim ay kurbanız. Az görəm doyunca vahid o gül camalı. Cənnət olmasa siz özünüzü təqdim edərdiniz. Mən Mehdiyeva Nahidə Bəhmul qızı, Şəhid Mehdizadə Qurbanın anasıyam. Bir ana üçün çox çətindir. Tək oğlunu, gözünün nuru, hər bir əziyyətlə böyütdüyü bir oğlu vətən uğrunda vermək. Amin. Cəm şəhidlərimizə Allah rəhmət eləsin. Mənim üçün çox çətindir. Bir oğlumu itirmişəm. Ancaq həm də çox qürurluyam, həm də fəxr edirəm ki, məhz Qurban kimi bir oğlunun anasıyam. Mənim oğlum qəhrəmancasına vətən uğrunda şəhid olub. Bu mənim fəxrimdir. Ki, bu cür oğul böyütmüşük, boya başa gətirmişik. Vətəninə, elinə layiqli bir övlad dünyaya gətirmişik. Fəxr edirəm. Qurbanımla həmişə fəxr etmişəm, yenə də fəxr edirəm. Sonuncu danışığınızda nə danışmışsınız, xatırlayırsınızmı? Sonuncu dəfə zəng elədi, hal-əhval elədi, nə tərsiz, nə həmişəki kimi. Hamını soruşdu, özünüzə yaxşı baxın. Hər dəfə onu deyirdi, özünüzə yaxşı baxın. Mən də belə bir cür olurdum ki, ay anan Qurban, bax biz buradayıq, əyğimiz düzdə, elimizdə, evimizdə, çətin yerlərdə, yüksəklikdə sənsən, Murovun başında, qayalar, dağlar, narahat sənin yerindir, sən özünlə müğayyət ol. Hər dəfə bunu deyəndə mən də bunu belə deyirdim. Yenə də təkrar, elə bil nəsə ürəyində bir his var idi. Özünüzdən müğayyət olun, özünüzə həmişə deyirdi, yaxşı baxın. Bacısını tapşırırdı, bacısının uşaqlarını tapşırırdı. Uşaqlara yaxşı bax. Hamısını ayrı-ayrılıqda bir hamını tapşırırdı. Ancaq özünü qorumadı. Allah şəhidlərimizə rəhmət eləsin, məqamları ucun olsun inşallah. Amin. Sizdə Allah səbir versin. Bacısıyam. Bu bacısıdır. Bu da son zəngi günü məktəbdə çəkdirmişdik. Həmin gün çox sevincli idi, çox fəxrli idi. Məktəbə qəbul olmuşdu, qəbul xəbərini eşitmişdik, yüksək bal toplayıb seçim eləməliydik. Tələbə adı qazanmışdı. Tələbə adı qazanmışdı. Çox böyük fəxrlə, hünərlə son zəngini başa vurdu. Bu həmən bu şəkli də son zəngində çəkdirmişdi. Baxıram kəfənə, heç yaraşmıysan, cavan ömründən ağlaram sənə. Yataram dilim lay lay, sınıp sensiz
benim loy Xuda hafiz ey anam bacı Xuda hafiz ey anam bacı Ağlama yana yana hanım Ağlama yana yana Hal-hazırda yanımızda şəhidin bacısı. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Mehdizadə ailəm, şəhid Qurban Mehdizadənin bacısıyam. Əvvəla, öncədən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məqamları ucaq, ən gözəl, ən böyük zirvədədirlər onlar. Mənim qardaşım bu qəhrəmanlardan biridir. Qurban, şəhid qardaşım Qurban 23 yaşında qəhrəman oldu, tarix yazdı. Ən çox qürur verici onun nə idi? Qorxmadan, çəkinmədən, düşməndən üzə-üzə gəlməsi, cəsur olma. Qabağa gedib, torpaqlarımız uğrunda canından keçməsi. Mənim qardaşım elə körpəlikdən, az yaşlarından bir-birimizə çox bağlıydıq. Çox belə yaxın idi. Ta uşaqlığından, balaca vaxtından. Necə uşaqlıq keçirmisiniz? Uşaqlıq Necə bir olubdu? məktəblərdə. O vaxtları bir yerdə gedib, bir yerdə gələrdik. Düzdür, yaşı az olmaqla, amma belə ürəyi böyük uşaq idi. Böyrümdə yanında gedəndə deyirdi bacı, hətta məndən balacaydı ki, sumkanı gətir mən götürüm, sənə ağır olar. Düzü mən böyük sinif olduğuma görə dərs vəsaitlərim həmçində çox olurdu. Köməklik kimi nəsə istəyirdi eləyə. Bir yerdə gedirdik, bir yerdə gəlirdik. Ta böyüyəndən sonra daha böyüyüb. Vaxtı hərbi xidmətə gedib gələndən sonra da danışırdı, zəngləri olurdu. Hər şey yaxşıdır deyirdi bacı burada. Yolundadır, uşaqlarını soruşurdu, özündən maraqlanırdı ki, gələcəm bir şey qalmayıb, məzuniyyətə gələsiydi. Elə bir məzuniyyət götürüb evimizə gələsiydi, gəzməyə falan gedəsiydi, düz qismət olmadı. Amma danışırdıq, əlaqə saxlayırdıq. Nə bilim, orada öz döyüş bölgəsində olan komandir idi qardaşım, 18 əskəri var idi. O, ən çox söhbət açılanda onlardan deyirdi ki, burada hələ da yaxşı uşaqlar var, ürəkli uşaqlar var, vətənə qarşı, torpağa qarşı. Burada həmişə vətənini sevən oğullar var. Onlardan, oranın mənzərəsindən, Murovdağ yüksəkliyindən danışardı. Oranın təbiətindən ki, adam buradan getmək istəmir. Həmçə mən tərk etmək istəyirəm, mən deyirdim ki, da gəl, darıxmışıq, sən neçə vaxt görmürük, görmək istəyirik, gəl. Elə sözünün biri deyirdi ki, gələcəm, bir şey qalmayıb, gələcəm, darıxma, hər şey yaxşı olacaq. Hətta müharibədən bir gün qabaq da zəng eləmişdi, danışdıq. Həmin gün çox belə qarışıq səslər falan gəlirdi. Hiss edirdim ki, nəsə yanında, bölündə kimlərsə var, amma onu da demədi, məndən gizlətdi. Atam, anamı soruşdu, onlar nətərdir, bacı, onlara yaxşı bax, onları qoru, qayğısında dur, nə istəyir, nə deyirlər, bir dediklərini iş eləmə. Hər şey yaxşı olacaq. Bəs dedim, ay qız, sən gəlmirsən burada? Dedi, yox, mən sonra zəng eləyəcəm, danışarıq. Əlaqə saxlayarıq. Son zəngi onda oldu. Axır zəngi. Sentyabrın 26-sı günü. Səhəri nə qədər gözlədim. Sonra eşitdim ki, müharibə başlandı. Müharibə başlandı. Günü bu gündə yenə də fikirləşirəm ki, kaş biləydim ki, həmin gün qardaşımın son axır zəngidir. 64 gün xəbər almayıbsınız, eləmi? Bəli. 64 gün elini gözlədik. İkimiz bilməmişik, ta nəşi gələnə qədər. Allah rəhmət eləsin. Şəhidlik, vətən, torpaq, böyük amallar uğruna candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərə bağışlamaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Məkanları ucu olsun. Amin Allah.